Baxırıq gün informatika suallarının 66-cı sualın izahına. Deməli, aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxem qurduqda şərt blokundan ən az neçə dəfə istifadə olunduğunu müəyyənləşdirməyimiz lazımdır. Bizə belə bir alqoritm verilib. Biz şərt blokunu müəyyənləşdirmək üçün birinci şərti mütləq çəkirik. Gəlin indi birinci şərtimiz x böyük 7 şərtidir. Bu şərt üçün şərt blokumuzu, yəni rombumuzu çəkək. Deməli, rombun daxilində ilk şərtimizi qeyd edirik. X böyük 7 şərti. Biz bilirik ki, rombun yəni şərt blokunun hə və yox olmaqla 2 dənə qolu var. İndi baxırıq nəyə? X böyük 7 şərtinə hə qoluna getməsi üçün hansı qiymətlər olmalıdır x üçün? Təbii ki, 7-dən böyük qiymətlər, yəni 8, 9, 10 və s. Bu qiymətlər x-in yerinə yazılmalıdır ki, biz bu şərtə hə deyək. Və hə deyəndə burada yazılmış f(x) bərabərdir. X kvadrat çıxılsın 7 əməliyyatını yerinə yetirək. İndi baxırıq yox qoluna. Bəs yaxşı, x-in hansı qiymətlərində biz bu şərtə yox deyəcəyik? Deməli, 7 halında 7 7-dən böyük deyil. Və 7-dən kiçik hallarda, yəni 6, 5, 4 və s. Bu qiymətlər bizim yox qolumuzda olan qiymətlərdir. İndi baxırıq nəyə? Növbəti şərtin çəkilib çəkilməməsi yox qolunda qalan qiymətlərdən asılıdır. Belə ki, əgər x bərabər 7 şərti burada qalan bütün qiymətlər üçün ödənirsə, həmin şərti çəkməyə ehtiyac yoxdur. Ödənmirsə, məcburuq biz onu çəkək. Baxırıq ki, x bərabər 7 şərtində ancaq 7 qiyməti ödənir. Digər qiymətlər, yəni 6, 5, 4 qalır havada. Ona görə biz məcbur ikinci şərt blokundan da istifadə edəcəyik. Buradakı şərtimizdə x bərabər 7 şərtidir. Biz bu şərtə nə vaxt hə deyirik? Ancaq x-in 7-yə bərabər olan halında. Yəni, bu şərtə biz hə deyəndə burada yazılan f(x) bərabər x kubu üstəgəl 12 əməliyyatını yerinə yetirəcəyik. Və yox qoluna hansı qiymətlər qalır? Buradan havada qalan qiymətlər, yəni 6, 5, 4, 3, 2 və s. Yəni 7-dən kiçik qiymətlər. İndi baxırıq növbəti şərtimizə. Yazılıb x kiçik bərabər 6. X kiçik bərabər 6. Burada qalan bütün qiymətlər üçün ödənirmi? Baxırıq ki, ödənir. Çünki burada qalan qiymətlər 7-dən kiçik qiymətlərdir. 6 və 6-dan kiçik bütün qiymətlər. Və bu qiymətlərin hamısı da bu şərtə daxildir. 6 6-dan kiçik olmaya bilər, amma bərabər olduğuna görə yenə də şərt ödənir. Ona görə də sonuncu şərti çəkməyə ehtiyac duymuruq. Beləliklə deyirik ki, bizə bu, belə deyək, blok sxemin hesablanması zamanı 2 dənə şərt bloku lazımdır. Cavabımız olacaq. Buna əsasən B variantı. Birinci qaydamız bu şəkildə hər bir şərt blokunu çəkməklə hesablama qaydasıdır. İkinci qaydamız isə biz nə edə bilərik? Şərt bloklarını çəkmədən sadəcə ədəd oxumuzu yazarıq buradan. Deyək ki, burada biz məqsədimiz nədir? Ədəd oxu üzərində olan bütün qiymətləri bu şərtə yerləşdirməkdir. Yəni, şərt bloku çəkmədən də ikinci qayda ilə həll edə bilərik. Belə ki, yenə başlayırıq birinci şərtimizdən. X böyük 7 şərti. Hansı qiymətlər üçün ödənir? Deyək ki, 7 buradadır. 7-dən böyük qiymətlər üçün. Yəni, burada 8 var, burada 9 var, burada 10 var. Baxın, bu qiymətlər üçün ödənir. Havada hansı qiymətlər qaldı? 7 və 7-dən kiçik qiymətlər. İndi bu havada qalan qiymətlər üçün ikinci şərtə baxıram. İkinci şərt x bərabər 7 şərtidir. X bərabər 7 şərti burada qalan bütün qiymətlər üçün ödənirmi? Baxırıq ki, bir dənə 7 üçün ödənir, digərləri üçün ödənmir. Ona görə məcburam ki, bu şərti də çəkim. 2 dənə plusum var artıq. Və yerdə hansı qiymətlər qaldı? 7-dən kiçik, yəni 6, 5, 4, 3 və s. bu qiymətlər qaldı. 7-dən kiçik bütün qiymətlər üçün sonuncu şərtimiz ödənirmi? Deyirik, ödənir. Çünki burada qalan bütün qiymətlər x kiçik 6-ya daxildir. Ona görə də onu çəkməyə ehtiyac yoxdur. Beləliklə, bu şəkildə də biz 2 dənə şərt blokundan istifadə edildiyini görə bilərik. Cavab olacaq B variantı. Bu qədər.